Salam uşaqlar, mən istəyirəm bu gün sizə ismi izah edeyim. İsimlər biz bilirik ki, əşyanın adını bildirən əsas nitq hissəsidir. Quruluşuna görə 3 yerə bölünür. Sadə isimlər, düzəltmə isimlər və mürəkkəb isimlər. Biz bilirik ki, sadə isimlər bir kökdən ibarətdir. Heç bir şəkilçi qəbul etmir və onlara deyirlər simple noun. Düzəltmə isimlər isə derivative noun deyirlər və kök şəkilçidən ibarətdir. Sufiks və prefixlərdən ibarətdir. Sufiks söz sonu şəkilçidir. Prefix isə söz önü şəkilçidir. For example, bu şəkilçilərə bir dənə əzbərləyək baxaq. Bunlar əzbərlənən şeylərdir. Niyə? Each, and, er or are, ans, ends, all, who, dom, ing, is, nest, ment, sheep, th, ec'si deyirlər məsələn, iyan, tiyan və ism, şın, misal üçün, east, Chinese, çə, depaçə, ondan sonra və s. Bir də y hərfi. Və biz bilirik ki, burada elə şəkilçilərimiz var ki, bu ment və ship sözü İki şəkilçimiz var ki, hansı ki bunlar ulduzlanır. Niyə ulduzlanır? Çünki bu həm sadə ismin sonunda verilir, həm də mürəkkəb ismin sonunda verilir. For example, sadə ismə baxın burada. Bu 7 dənə söz var ki, hansı ki sözün sonu mentlə bitifdir. Mentlə bitməsinə baxmayaraq bunlar sadə isimlərdir. Instrument, parlament, monument, moment, document, cement, element. Bunlar əzbərlənəcək. Və elə isimlərdə var ki, biz bayaqların bu ship'e görə gətirdim sözümü. Ship'də elə sözlər var ki, bu ship sözü mürəkkəbə də gəlib çıxır. For example, bax, friendship nədir burada? Baxın, bir dənə burada. Friendship, leadership, görürsünüz, dostluq, liderlik deyə tərcümə olunur. Amma burada baxın, gəmi mənasını verirsə, bu artıq mürəkkəb isimdir. Deyirəm ki, spaceship, desert ship, steamship, warmship, battleship. Amma baxın, friendship, leadership, sonra hardship, membership. Bunlar nədir? Fərqli budur ki, biri düzəltmədir, biri isə mürəkkəb isimlərdir. Və buradan şəkilçilər dedik. İndi gəlirik nəyə? Burada biz bilirik ki, söz önü şəkilçilər əsas da mənfiliyə gedir, çıxardır. Deyirəm, employment, unemployment, işsizlik, işsizlik. Yəni, iş olmayanlara deyirlər. Burada bayaqlarım deyirəm ki, development, movement, agreement, bunlar hansılardır? Bunlar düzəltmələrdir. Sözün sonunda biz dedik, ment şəkilçisi olanlar. Yəni, bunlar düzəltmədir. Amma bunlar isə 7 dənə əzbər, bunlar demək, sadə isimlərdir. Həmçinin biz demişdik ki, bu olanlar, yəni ia, sonu ia şəkilçisi ilə bitənlər nədir? Baxın, teach, teacher, act, actor, bag, bagger. Yəni, bunlar nədir? Şəkilçi verdi, düzəltdi elə. Amma burada baxın, uşaqlar, elə sözlər var ki, sözün sonu ilə bitib, bunlar sadə isimlərdir. Necə ki, mentin sözündə, ment, mesela instrument, parlament, develop, da instrument, parlament, moment. Sözün sonu ment olaraq sadə olduğu kimi bu sözlər də sadədir. Fazə, batə, danger, finger, minbə, nambə, ondan sonra tavə, sistə, mazə, bunlar düzəltmə isimlərdir. Yəni, elə görə bunları çaşdırmaq olmaz. Çünki fars sözü yoxdur ki, mən bunun sözünə qoyum, nəsə bir şey aldım. Görürsünüz, ona görə bunlar sadə isimlər sayılır. Və bir də ki, nəyə biz vuruluruq? Burada düzəltmə isimdir. Görürsünüz, teach, teacher, learn, learner, kill, killer. Həm də burada nə var? Sifət düzəldən sifətin müqayisə dərəcəsi ilə düzəldir. Biz bilirik. Deyirəm ki, misal üçün, tall qoyuram. Buradan yazdım. Tall qoyuram, olur hündür. Warm, mülayim, warmer, daha isti. Cold, soyuq. Colder, daha soyuq. Görürsünüz, burada nədir? Müqayisə dərəcəsi, daha deməkdir. Və gəldim mürəkkəb isimə. Mürəkkəb isim nədir? 2 və daha artıq sözün birləşməsindən əmələ gəlir. Bitişik yazılır, defislə yazılır və ayrı yazılır.
Mürəkkəb isimdə biz bayaqlara vurğuladıq. Ship əgər gəmi mənasını verirsə, onda bu onun şəkilçisi deyil. Sadə də mürəkkəb isimdir. Bax, friendship, citizenship bayaqlarında bu sözü vurğulamışdım burada. Və home və house sözləri ikisi də ev mənasını verir, amma birləşib başqa məna alır. Home country, doğma vətən. Homework, ev tapşırığı. Housework, ev tapşırığı. Homework, o da eyni şəkildə ev tapşırığı, ev işi kimi gedir. Və burada nədir? Burada sözün sonu mən və woman sözləri ilə bitməlindən baxmayaraq bunlar sadə isimlərdir və s ilə cəmlənir. Misal üçün, görsəniz ki, misal üçün, Norman bu sözə görə, bu men sözünə görə, bu mürəkkəb sayılmır, bu səhvdir. Yəni, men sözünə görə onu mürəkkəb, çünki bu sözün özüdür, sadə isimdir və cəmlənərkən sözün sonuna s qoyaraq cəmlənir. Gəldik nəyə? Biz orada ink şəkilçisi də vermişdik. Ink şəkilçisi həm də sifət düzəldən şəkilçidir. Bax, meeting, feeling, reading, writing, building, meaning, greeting, listening, bunlar sadə isimlərdir, düzəltmə isimlərdir. Amma bunlar isə çünki ink həm sifət düzəldən şəkilçisi də var. Deyirəm ki, for example, exciting, boring, ondan sonra tiring, amusing, bunlar isə sifət düzəldən şəkilçilərdir. Baxırıq, approval, bunlar isim düzəldən şəkilçilərdir. Bunlar isə sifət düzəldən şəkilçilərdir. Və burada elə sözlər var ki, misal üçün, aus'dur, ten'dir, less'dir, is'dir, ly-dir, able'dır, full'dur. Bunlar sifət düzəldən şəkilçidir. Amma bu 4 dənə söz var, hansı ki, mouthful, dolu mənası. Mouthful, handful, spoonful, plateful deyəndə bunlar isim düzəldən, yəni isim kimi gedir. Yəni ağız dolu, əl dolu bu mənada. Bunlar da ismin sifətə, bir də feilə çevrilməsidir. Rise məsləhətdir. To rise və bir hərf dəyişərək dəyişən sözlərdir. Baxırsınız, rise məsləhət verməkdir. Do-dur, raise, do, raise qalxmaq. Bu sözlər kimi bunlar hamısı əzbərə. Yəni oxuyun da. Uşaqlar, bir söz deyim. Yəni, vaxtınızı boşa ötürməyin, nə qədər ki zamanınız var. Məndən bu qədər.